Salam dəyərli müəllimlər. Deməli, bir maraqlı məsələ ilə sizi tanış eləmək istəyirəm. Qruplara tez-tez atılır bu sual. İstəyirdim ki, bu sualın izahını sizə təqdim eləyəm. Düzdür, sual asan sualdır, amma burada incə bir məqam var. Həmin məqamı sizə göstərəcəm. Deyir, bir ucu yerə toxunan, digər ucundan isə 2 kiloqram kütləli cisim asılan bir cins KM çubuğu tarazıqdadır. Çubuğun KL hissəsini kəsdikdə o üfüqi vəziyyətdə tarazlığa gəlir. Bax, bu hissəyə toxunmaq lazımdır. Kəsiləndən sonra tarazlığa gəlir. Deməli, indi bu KL hissəsi kəsiləndən sonraki vəziyyət budur. O burada. Deməli, 1, 2, 3, 4. Çubuq buradan asılıb. Buradan da deməli, M kütləli bir yükümüz var. 2 kiloqramdır kütləsi. Bu nətər olub burada tarazıda olub? Deməli, hər hissə 0,5 kiloqram olub ki, 0,5-i 4-ə vuranda 2 eləyir də. Deməli, bu sistem tarazıda qalıb. Və bu şərtdən mən tapdım ki, hər hissə 0,5-dir. Bunu tapandan sonra deyir, çubuğun əvvəlki çəkisini hesablayın. Çubuq ümumilikdə neçə hissədən ibarətdir? 1, 2, 3, 4, 5. Deməli, onda olacaq, çubuğun kütləsi olacaq. M bərabər 5 vurulmuş 0,5, 2,5 kiloqram. Söhbət çubuğun kütləsindən gedir. Aha. Bəs bizdən çubuğun əvvəlki çəkisini soruşur. Onda çubuğun çəkisi nə olacaq? MJ olacaq da. M çubuq J. Bu da eləcək 2,5 vur 10. Eləcək 25 Newton. Deməli, cavab olacaq B variantı. Və dəyərli müəllimlər, sizin nəzərinizə çatdırmaq istəyirəm ki, bizim MIQ və sertifikasiya dərslərimiz davam edir. Yüksək nəticə toplamaq istəyən müəllimlər bizim dərslərimizə qoşula bilər və həftədə dərslər 3 dəfə keçirilir. Hər dərs müddəti də 1 saat yarım. Dərsdə həm nəzəriyyə keçirilir, həm də testlər bir-bir izah olunur. Hər bir müəllimə də fərdi yanaşırıq. Diqqətinizə görə sağ olun. İnşallah gələn dərslərdə, yəni gələn mövzu izahında, test izahlarında, indi biz mövzu da izah edirik burada. Bəzi testlərin izahlarından da yer veririk. İnşallah gələn videolarda görüşənədək sağ olun.